Adamların çoxu əstəğfurullah deyir, istiğfar edir, tövbə edir. Soruşsun, nəyə tövbə edirsən? Deyir, günahlara. Günahlardan tövbə edirəm, günahlardan bağışlanmaq istəyirəm. Günah nədir? Günahın mahiyyəti nədir? Niyə etdim? Nə çatışmır məndə? Bu həqiqəti, bu suala cavab axtaranlar azdır. Hamı gedir, deyir, ilahi bağışla məni, mən günahkaram. Bu tövbə deyil. Tövbə budur ki, insan özünü təftiş edər. Bilən niyə etdim, nə dərdim nədir, nə çatışmır. Ax, təbii halda insan günah etməz. Nə çatışmır, nə istəyirəm ki, günahda onu görürəm. Ona görə buyurur, Vəllah la yəncu minəz-zəmb illa mən əqərrə bih. And olsun Allaha ki, etiraf eləyəndən başqa heç kəs günahdan nicat tapmaz. Günahdan nicat tapmağın yeganə yolu günahı etiraf etməkdir. Günahı etiraf etmək bu deyil, bağışda mən filan işi gördüm, üzr istəyirəm. Mənası bu deyil. Mən qeybət eləmişəm, mən yalan danışmışam, mən söyüş söymüşəm, mən nə bilim filan işi görmüşəm. Allah soruşur, niyə elədin? Niyə? Nə səbəbə? Onu tap, özündən soruş, niyə axı, dərdim nədir? Bu vacib mövzulardır. Zamanənin səsküyü, pul, para, imkan filan bizi bu ana mövzulardan uzaqlaşdırmamalıdır. Bizim dünyada da tərəqqimiz, axirət saadətimiz də bu mövzulara bağlıdır. İnsan səbəbini axtarsa, mən keçmişdə də bunu demişəm, hər bir əməlin kökünə gedib çıxsa görərsən, həsəd çıxır, təkəbbür çıxır, tamahkarlıq çıxır, hərislik çıxır, şöhrətpərəstlik çıxır və xeyli xüsusiyyətlər çıxır ortaya. Və gedəsən, etiraf edəsən, deyəsən, ilahi, məndə filan adama qarşı paxıllıq var. Məndə filan şeyə qarşı rəğbət var. İstiğfar onda məna kəsb etməyə başlayır ki, insan başa düşür, neyniyib və bu nədən qaynaqlanır və onu Allaha izhar edir, deyir. Onda onun halında dəyişiklik yaranır. Yoxsa gedin, ilahi, məni bağışla, mən günahkaram. Bu tövbə deyil. İnsanın öz əməllərinin kökünü tapması, onu təkrar-təkrar etiraf etməsi, onun tövbəsinin qəbuluna səbəb olur. Yoxsa bilməsə, elə ümumi tövbə eləsə, mütləq yenə qayıdacaq günaha, yenə qayıdacaq. Buradan tövbə edəcək, yenə qayıdacaq bizim kimi. Eyni günahlar, illər boyu biz tövbə edirik, yenə qayıdırıq. Çünki biz bilmirik axı, bu nədən qaynaqlanır, bununla məşğul deyilik ki, bu xüsusiyyətin özü nədir? O xüsusiyyəti tapmayınca, onu aradan aparmayınca təkrar-təkrar insan o günahlara düşür.